Sabahınız xeyir. Bugünkü qonağımız Arsenal azarkeşi, həm də mənim şəxsən həyatda gördüyüm ən loser fanatdır. Məmmədli Maqsud. İndi daha ətraflı özündən soruşaq, nəyə görə ən loser azarkeş, ən loser fanat? Əvvəla salamlayıram hər birinizi. Layihəniz uğurlu olsun. Sağ olun. Deməli, nəyə görə ən loser? Yəni bir insan ki 20 ilə yaxındır bir klubun azarkeşi olasan, gördüyün oyunlar, kimlərin dövrü, kimlərin gəlib keçdiyi hansı oyunlar və ondan sonra sadəcə FA və FL kapdan başqa, yəni görə biləcəyim başqa bir şey yoxdur. Sən eyni zamanda həm də Türkiyədə Fenerbahçe, Almaniyada Borussia Dortmund, Azərbaycanda Neftçi. Dünyanın ən loser azarkeşiyəm. Fransada Marseille falan deyil. Monaco. Ayrıca nə var ürəkdən sevinmirsən? 2014-də? Yox, Neftçi son dəfə çempiondur. 19 ya da 20 sezonu. Son dəqiqə qol. Təbrik edirəm. 20 il sonra Çempionlar Liqasında finala çıxdınız. Yəni 20 il əvvəlki final mənim ümumiyyətlə yadıma gəlmir. Yəni belə baxmamışam o oyuna. Yaşıran əlaqədar olaraq, amma belə onda maraqlı oyun olub. O vaxtda da uduzmadan gəlmişdiniz. İlk məğlubiyyəti elə finalda aldınız. Finalda Barselonadan bəli. Yenə də uduzmadan gəlmisiniz. 4-cü ya da 5-ci dəqiqə səhv eləmirəmsə, qapıçının qırmızı vərəqə almasından elə 10 nəfərlə davam eləyir və 2-1 sonunda Barselona. Əslində orada qol saya bilərdi. Qol saymada qırmızı verdilər. Yəni yəni ona çıxıranda amma nəysə də qol da vurmuşdunuz. Axıra kimi dözəmədiniz. O vaxt indi görürüz şeyin ağarası. Sən də bu oyun nə olacaq? Paris Saint-Germain kağız üstündə favorit yəqin ki PSG-də, sən də bizlə razılaşarsan. Kağız üzərində bəli elədir. Amma bir azarkeş olaraq gözləntin nədir? Ümumiyyətlə hansı cinahda boşluğunuz daha çoxdur? Artetanın yerinə olsan nə edərdin? Yəni məsələn finala necə hazırlaşardın? Həm də liqada var. Liqada da xal itirmək olmaz. West Ham keçən tur bir tər məğlub etdi. Yəni zorla da. Ən azından bir 4-5 il qocaldım. Yəni bu dəqiqdir. Yəni final haqqında nə düşünürsən ümumiyyətlə? Necə olacaq? Mayın 30-u Mayın 30-u deməli bir dənə bunu da qeyd edeyim. 2006-2007 finalı Parisdə keçirilmişdi. Orada məğlub olduq və indi rəqib PSG-dir. Mən belə fikirləşirəm ki, Arteta əgər fikir verdinizsə, həm finalda, həm ondan sonra əsas turda Manchester City-yə məğlubiyyətlərin hər ikisinin əsas səbəbi qorxaq futbol oynatmağı idi. Yəni Arsenal, mən baxdığım dövrədən Arsene Wengerin dövrü olsun, Ljungbergin dövrü olsun, Unai Emery'nin dövrü olsun ki, komanda zaten zəif idi, amma ən azından klub hücum oyunu oynayan bir klub. Yəni DNA-sında hücum olan bir klubdur. Yəni müdafiə oyunu oynatsa və yaxud da qorxaq oyun oynatsa məğlubiyyət qaçılmazdı. Məsələn, mən istəyərdim ki, finala Bavariya gəlsin. Bavariyanın boşluqları daha çoxdur PSG nisbətdə. Ona görə də PSG-yə uduzdular. Səncə keçən ilki final təkrarlana bilər? Yəni Paris Saint-Germain Interi 5-0 məğlub etmişdi. Bu dəfə də elə bir şey ola bilər, yoxsa indi Arsenal? Bu dəfə ola bilər. Bir halda ola bilər o da. Ben White bildiyiniz kimi son turda West Ham'da mövsüm bitirdi. Cinah qalıb Mosquera'nın ümidinə. Yəni mərkəz müdafiəçisi cinahda oynayır, sürəti yoxdur. West Ham'la oyunda da görülən oydu ki, yəni çatdıra bilmirdi. Adam çatdıra bilmir. Bəlkə Deklanı verəcək yəni sağa. Yox, iş orası ki, Deklan ora verdi, Zubmendini oyuna saldı. Və oyun getdi. Oyun getdi. Yəni Zubimendi oyuna girdiyindən oyun getdi. Yəni ondan sonra yəni fikir Mosquera'nı saldı, Zubimendini çıxartdı, Levskelini. Əslində oyunçuların problemi məncə Artetanandır. Çünki Zubimendi İspaniya millisində məncə çox əjdaha oynayır. Çünki mən İspaniyanın, indi Argentina və İspaniya fanatiyam deyənə Zubimendinin oyunlarına baxıram. İspaniyada adam ancaq qabağa oynayır. Amma Arsenalda tərsinədir. Adam topu götürür, qabağa baxmır da, birinin arxaya pas, gedim bir də fırlanım, təzədən götürür, yenə arxaya pas. Yəni bir oyun ərzində 15 pasından 10-u arxaya da 5 dənəsi necəsə olur qabağa verir. Yəni belə bir şeydir. Amma İspaniyada tam tərsinə oynayır. Yəni Arteta'nın futbolu sanki bir növ səhv eləməyim, ümumiyyətlə heç eləməyim də, sadəcə görüm hardansa bir gol vuraram. Belə bir tipdir. Və düzdür, zədələri var, nəsə deyə bilmərəm. İndi Ben White oynadırdı, Ben White West Ham'dan oyunda mövsümü bağladı. PSG oyuna yəqin ki çatmayacaq. Sağ cinahımız
demək olar yoxdur. Amma Luis Skelly ilə oynada bilər. Timber qayıda bilər zədədən. Elə bir deyim var. qayıtsa. Amma indi belə bir məsələ var ki, son deməli belə deyim, oyunlarda Fulham'la oyun olsun, ondan sonra son West Ham oyunu olsun, Atletico Madrid'lə oyunda olsun. Lewis Skelly'nin mərkəzdə oynamağında Zubimendi'dən daha çox xeyir verdiyi, yəni bu faktdır ki, hücumların kəsərləri daha artıq idi. Yəni Arsenal liqada sonuncu dəfə, yəni nə vaxt 3 gol vurmuşdu. Bu sezon, yəni mən unutmuşam sözün açığı. Yəni 1-0, 2-0, 2-1, yəni çox xırda bir qalibiyyətlər var. Ona görə averajda zaten City-lə Yəni problem hal-hazırda olur. Ona görə. İndi əgər Timber qaydası olsa, məncə həmən cinahda artıq güclənmə olacaq. Merino'nun qayıtma ehtimalı var ki, Merino türklər demiş kurnazlığı olan bir oyuncusudur, yəni reallıqdır. Və dediyim kimi razıyam. Oyuncuların Arteta ilə bağlı problemləri var. Yəni Gyökeres keçən sezon, yəni Sportingdə hardan hara, yəni az qaladım senterdən durub udarı vururdu. Zərbə vururdu ki, gedəcək, yəni gol olacaq. Yəni bu deyək ki, indi Portuqaliya liqası ilə İngiltərə liqası birdə, amma adam Çempionlar liqasında da edib bunu. Bu dəqiqə taktika, yəni taktika sadəcə odur ki, ötürək Madueke və yaxud da Sakaya, Saka oradan içəri asma eləsin. Saka da star boyuzda güya. Yəni Arsenal keçdərini bu Saka sevgisi mənə həqiqətən, yəni bir növ Sakanı qaldırıb. Yəni mən Saka'nın çox böyük problemi yoxdur, amma Saka'nı o dərəcə bir levelə qaldırıb ki, Arsenal azarkeşləri. Bilmirəm sən də onlardan sayırsan, amma yəni sanki bir növ Saka Thierry Henry'dir, ikinci və yaxud da nə bilim Salahdır falan. Yəni bu tip bir zirvəyə qaldırıblar. Düzdür, hansı ilk parladığı ili çıxaram, çox qəşəngdir. Saka ilk parladığı ili çox bəyənirdim. Amma yəni son 2-3 mövsümdür Saka heç bir şey eləmir. Atletico'ya qol vurmağından sağ olsun, özümüzə xeyir deyil. Bu sezon zaten kapitan Ödegaard olsun, Bukayo Saka olsun, ümumiyyətlə gözə dəymirlər. Yəni Madueke hal-hazırda, yəni adam istənilməyən bir futbolçu olaraq gəldi ki, yəni biz necə problem mənə elə gəlir ki, klub rəhbərliyinədir. Yəni Kroenke ailəsindədir. Yəni bu ailə gedir ancaq Chelsea-nin, City-nin əsas heyətinə düşə bilməyən oyuncularını alır. Yəni Asfaltlarla dolanırlar. Yəni açığını danışaq da, indi ola bilər mən qatı bir azarkeşəm, amma yəni burada gəl açıqlıqdan, reallıqdan danışırıq. Yəni reallıq budur. Ki, yəni məsələn Madueke bu klub üçün dümmü yox, deyil. Amma bu sezon Bukayo Saka'dan daha effektiv oynayır. Bukayo Saka'dan keçidləri, driblingləri daha yaxşıdır, sürəti daha çoxdur. Yəni belə. Sadəcə yenə də mən ümidim hal-hazırda bir dənə oyunçudur, o da David Rayadır. Yəni finalda ola biləcək, yəni son ümid qapıcı amili ki, yəni əgər Mosquera orada oynasa, yəni saxlamaq imkanı olacaq. olacaq. Amma onun da qabaq olmur. O qabaq baxırsan PSG-nin hücum xətti falan. Adamın gözləri yaşar. Nə deyək, başqa Kvarası var. Müdafiədə Arteta necə oyun oynadacağı ümumiyyətlə, yəni bu yəqin azarkeşlər üçün də sual altındadır. Yəni məsələn Atletico oynayan oyunlarda biraz daha fərqli oyun oldu. Arsenalın bu il yəqin sən də razılaşarsan hardasa finala gəlib çıxmağında bu bəlkə də 2016 Portuqaliyası gəldi, çıxdı finala və bəxt amili. Bəlkə də bu biri tərəfdə olsaydı, səncə məsələn Real Madridin yerinə və yaxud da Paris Saint-Germain yerinə olsaydı, finala gəlib çıxa bilərdi Arsenal bu biri tərəfdən. Yəni o rəqiblərlə. İndi Leverkusen oldu, sonra Leverkusen, Sporting, Atletico Madrid. Belə deyim, 60-ın 40-adır. Mənə görə 60-ın 40-adır. Çünki belə deyim, bir klub bu heyətdən, bu cür bir qısıtlı bir heyətdən ki, yəni orta xəttdə boşluqlar çoxdur, müdafiədə boşluqlar çoxdur. Cinah ümumiyyətlə demək olar ki, məsələn, Incapié oynayır, Calafiori oynamır, hücuma qoşula bilmir Incapié, Calafiori qoşulur, bəzən müdafiədə boşluqları buraxır. Yəni 60-ın 40-adır məncə, yəni keçmə şansı nə qədər çox olar, onu bilmirəm. Amma şans amili var və bir dənə burada belə bir amil də var ki, məncə finala qədər olacaq 2 oyun ki, Arteta artıq 3 oyundur stabil bir heyəti qurmağa çalışır ki, məncə
Bundan sonraki 2 oyun Burnley və Crystal Palace olan oyunlarda da eyni bir heyət buraxılacaq. Yəni çox güman. Burada bir dənə ehtimal var ki, bu gün və yaxud da növbəti oyunların birində Manchester City xal itirsin. Ki, yəni ən böyük gözləntilərimizdən biri də budur ki, Burnley-in artıq məğlub eləyib, yəni heç bir zaten klubun heç bir belə deyək də oynamaq üçün bir əhəmiyyətli motivasiyası yoxdur. Yəni zaten orta bir klubdur, ortalarda öz üçün irəliləyir. Yəni Manchester City də Evertondan xal itirdi. Elə belə deyim, bu Arsenalı bir növ hədiyyə verdi. Yəni City bu mövsüm elə Arsenala hədiyyə verə-verə getdi. Sağ olsun. Guardiola bir o qalıb ki, Guardiola tələbəsinə Guardiola tələbəsinə deyir ki, bir sözlə. Bura sən canı çempionu ol, sən də dincəl, bunlar da dincəlsin, mən də dincəlim. Daha 3 sezondur gəl, uzunu qoyursan gedir, uzunu qoyursan gedir. Yəni bu sezon həqiqətən City babat imkanlar verdi sizə. Prosta Arteta yararlanmadı. Görə indi axırda yararlana bilər. Amma bu il məncə Londonun ən güclü komandası siz oldunuz. İndi inşallah ki, sən təbirincə deyək, İngiltərənin ən güclüsü siz olarsınız. Amma bu il məsələn Tottenhamə baxanda, Chelsea-yə baxanda, West Ham'a baxanda, Arsenal London Street. London Street. Mən yəni buna qoşula bilmərəm, yəni çünki mən istəmirəm Arsenal çempion olsun. Mənim problemim Arteta'nındır. Heç vaxt istəmirəm Arteta o çempionluğu yaşasın. Niyə? Arsene Wenger'dən gətirək ki. Mən Arsene Wenger'in futbolunu həqiqətən çox sevirdim. Hansı ki, həmin vaxt Arsenal ümumiyyətlə nə çempionluğu oynayırdı, nə amma bilirdi ki, Arsenalın tipik yeri var da 3 4 5 4-5. Hələ belə fırlanacaq olsun. Amma futbol oynayırdı. Adamın gözünə bir baxımlı bir şey olurdu. Yəni oturdum İmenlinin Fabregas'ın oyununu görmək üçün, nə bilim, heç kim olmasa belə oturub o tipik o futbolu görmək üçün oturub baxırdım. Amma hal-hazırda o yoxdur. Yəni Arsenalın oyununa sadəcə nəyə baxıram? Sən zamidən xal itirsin Arteta. Çünki mən bilirəm ki, Arteta bu il çempionatı alsa, getdi bir 3 ildə Arteta o çörəyi yeyəcək. Amma Arsenal bu səviyyədə deyildi. Çünki Arsenalın heyəti var. Arsenal ən pis mövsümündə belə onun yaxşı heyəti olub. Yəni Arsenal və bir üstə ki, Arteta gələndən nə istəyib alıblar. Yəni Premier Liqada bir şey ki, ən çox pul xərcləyən klubdur. Hə, yəni Arteta əlini ağa qoyub, ağa alıblar, qaraya qoyub qaranı alıblar da belə deyək yəni. Amma onunla belə nəticə olmayıb. Bu illərim indi mən ona gedirəm ki, bu il Arteta Çempionlar Liqasından başlamırıq. Çempionatı alsa, bundan sonra bir 3 ildə biz Arsenalın bu mənasız futbolunu görəcəyik. Mən amma istəyirəm ki, Arsenaldan gözə baxımlı bir futbol görək, çempionluğa dair və Artetanın ən böyük səhvi Arteta gücünü bölənmir. Arteta çempionatın ilk yarısını çox bomba oynayır. Hücum futbolu, dəli kimi oynasınlar, çıxsınlar 3 dənə, 4 dənə, 3 dənə, 4 dənə vursunlar. Yanvardan sonra bütün oyunçular ölür qalır qıraqda, Artetanın özünün beyni tormozlanır və fikirləşməyə bir şey olmur. Keçir tipik o futboluna, Mourinho'nun APK versiyası. Bir dənə vurum. 1-0 olsun mənim. Mourinho da Real'a gəlir. Real azarkeşlərini təbrik edir. Yəni bir dənə reklam, Bolton reklamı kimi. Bolton reklamı kimi. Real azarkeşlərini təbrik edir. Nəysə 1-0 olsun mənim olsun. Amma Mourinho o strategiya ilə o vaxt Çempionlar Liqasını almışdı. Yəni 1-0 olsun mənim olsun, onun özü də çətindir. O həmin ildə düşünsək ki, adamlar Barselonanı, Bavariyanı, yəni o Barselona ki həmin Barselona ki, bəli. Gözündə canlanır, Koskazanmaz. Yəni onu udmaq hər adam. Bu il amma Arsenal, mən həqiqətən deyirəm, yəni nə Paris azarkeşiyəm, nə Arsenal azarkeşiyəm, nə ona bir antipatiyam var, nə buna. Amma bu il həqiqətən istəyirəm ki, Arsenal Çempionlar Liqasını alsın. Həm fərqli olsun, tarixində 2 dəfə almayıbdı sən. Yox. 2 dəfə çempion olsun. Arsenal həm Paris Saint-Germain keçən il alıbdı, bəsdir. Birdən Real'a çatıb gedir bu 3 dəfə. Lazım deyil. Bir dəfə alıb bəsdir. Yox, gələn olan mənim. Gələn bizimdir. Hər Fenerbahçe kimi Barcelona'da bu il bizimdir. 2015-dən bu yana. Bu il bizimdir deyə bizdə qalmışıq. Fenerbahçe demişəm, həm də Fenerbahçe azarkeşlərində. Belə Fenerbahçedan da bir şey kəlmə bəlkə söz deyəsən şair. Yenə bunlar da. Fenerdən də bir şey gəlmə söz deyəsən şair. Yenə seçkilərdir, yenə təzə prezident. İndi kimi gətirsiniz sən? 2 Fener azarkeşi oturub qabağımda. Bu nə bədbəxt. Məsələ budur ki, bax orada da müəyyən qədər oyunları izləyirəm. Yəni sadəcə azarkeş deməyə simpatiyam var kluba. Yəni mən belə fikirləşirəm ki, bir insan yəni futbol sevgidirsə, insan da həqiqi sevgisini bir dəfə tapır.
Yəni məğlubiyyətlər, qalibiyyətlər bundan heç birinin fərqi yoxdur. Fener məsələn bu il ən böyük səhvlərindən biri, yəni baş məşqçini göndərib, Tedesconu göndərmək idi. Yəni adam gəldi, klubu hardan hara apardı, sonda ona olunan hərəkət nə idi? Oğlanlığa yaraşmadı belə. Yəni rəhbəri sadəcə öz səhvini atdı Tedesconun boynuna. Ki, yəni orada Ederson amil də var idi ki, yəni Avroliqadan, konfransda olan oyunlarda olsun, liqada insan elə bir qol Avroliqa. Öyrəşmişsiniz Bu qədər Fransa düşməyək. Nottingham Forest. Nottingham Forest'dan oyunda, yəni adam elə bir yarım finalda adam elə bir qol buraxdı ki, öz meydanında, yəni topa tullana biləcəyi halda ayağınla reaksiya verir. Galatasaray oyununda da çox adı hallandı Edersonun. İndi də yollamaq istəyirlər, o da təzminat falan, bilməm necə olacaq o hadisə. Amma Canan Az Yıldırım, dön baba, Türklər demişsə. Çocuklar düşüyor baba. Gəlir, mən də nə bilim, ümidvaram ki, gələn il Fənər nəsə eləyə bilər. Nəsə eləyə bilər deyəndə, yəni nəsə eləməyə ehtiyac yoxdur, çempion olsun. Yəni başqa bir Yəni heç bir şey. Mən də sizə deyirəm, gəlin Okan Burka deyin ki, xahiş edir, qurbansa imkan ver. Okan Burka da yox, məncə bu Qalatasaray oyunçularına deməsin. Amma ya, hər şey. şey. Okan Burkun bir zibil elədiyi yoxdur. Prosta buraxır oyunçuları ora. Yəni oyunçular yox, bir konkret bir neçə, məsələn Osimhen var. Bu Qalatasarayda Osimhen olmasaydı, Qalatasaray çempion yəni olmaz. çempion ola bilməyəcək. Yəni. Nə qədər desək də. Osimhen yeriyən qaqa. Osimheni sizdən bir komanda xilas edə bilər. Yəni sizin Osimheni əzəm tutmaq üçün Barselona. Barselona bir dəqiqə hücumçu axtarır. Barselona Laporta get o bədbəxti al. Amma ona da pul çox deyirlər. 175 milyon pul. 70 milyon alınmışdı səhv eləmirəmsə, hə. 175-ə satmaqdır. 75 milyondur dəyəri. Amma çoxdur da, həm zədəyə meyilli oyunçudur. 175 çoxdur Osimhen üçün, amma başını bişirib məncə 100-ə, 120-yə alsalar çox bomba olar. Çünki Alvarezə 150 milyon istəyiblər, Alvarezə 150 milyon vermək. Amma Alvarezə 150 milyon vermək, yəni Osimhenə o qədər verməkdən daha yox, mən heç düşünmürəm. Çünki Osimhen yenə deyirəm, zədəyə meyilli oyunçudur və yaş fərqi də var. Yatırım söhbəti var, gələcəyə yatırım söhbəti var. Mən əks biraz şey düşünürəm. Çünki mən Alvarezi Barcelona oyunda gördüm. Mən Arsenal Atletico oyununa hər ikisinə başına yapmışam. Alvarez çox bomba oyunçudur. Həqiqətən Argentina dünya çempionatı olandan çox sevirəm. İstəyirdim Barçaya gəlsin. Sadəcə Alvarezin yeganə pis cəhəti odur ki, Alvarez tipik 9 nömrə deyil deyənə o sən Alvarezinki nədir? Gəlsin arxaya, topu alsın, versin cinahlara, özü keçsin qabağa, cinahlardan buna pas gəlsin falan. Amma Alvarez o cinahlardakı oyunçular olmayanda, yarım müdafiə yaxşı olmayanda, yəni bir şeyi oyun elə bir şey ona qalıb da, onu bacarmır. Yoxdan var eləyəmir. Amma Osimhendə o var. Osimhenə heç nə eləmə ha, yalandan bir dənə topu qaldır göyə vuracaq, yəni o nəsə eləyəcək. Yəni siz də qatılarsınız. İndi məsələn Türkiyə çempionatı, İtaliya seriyası fərqlidir. İspaniyada hər oyunçu məsələn Azart ən böyük nümunədir də. Adam prime vaxtında gəldi Real Madridə, amma çöküşünü də orada yaşadı və karyerasını bitirdi. Yəni zaten Real trend Liverpooldakı oyunu hara, yəni və yaxud da elə Barcelona'dan götür, Coutinho gəldi, Dembele gəldi. Yəni bunlar da düzdür, İspaniyada futbol oynamaq gəlib ora çətindir. məsələn Barcelona'ya uyğunlaşmaq var. Çünki İspaniya taktiki futbol oynayır deyənə. Və Barcelona tamamilə biraz digərlərindən fərqlidir və Osimhen ora uyğun ola biləcək, bilməyəcək, ora biraz yəni Türkiyədən daha fərqlidir. Məsələn Çempionlar Liqası oyunlarında Osimhen bu il elə sonuncu Liverpool oyununda da gözə dəymədi. Demək olar. 4-0, 5-0. Əslində o temada Osimheni çox qınamaq da olmur. Çünki Liverpool'la oyunda Qalatasarayın heç bir oyunçu sən hücumçunu da gəlir təmin edəsən, daha açıq deyil, amma sadəcə Osimhenin Alvarezdən üstün edən bir cəhət odur ki, Osimhen yırtıcıdır. Yırtıcı bilsən, həm pressing var. Var. Yəni o məsələyə qalsa, məsələn Lukaku da, yəni Lukakudur, həm fiziki olaraq, həm belə Osimhen kimi də yəni siz də razılaşarsınız ki, amma belə Lukaku'nun karyerasına baxaq, elə böyük bir uğur yoxdur. Yəni oynayıb düzdür, Chelsea oynayıb, Napoli'də oynayıb. Amma yəni belə deyim də, bir uğur bu deyim, bir böyük bir nəticə yəni yoxdur, yəni fiziki olaraq okey odur. Yəni o Lukaku da gələcək dağıdacaq. Amma Alvarez'i də bilmək olmur axı. Çünki yəni böyük nümunələr var ki, biz heç vaxt Atletico'dan aldığımız oyunçu Barcelona'da partlatmayıb. Griezmann olsun. Yəni
əksinə bizdən gedirlər. Tarixin ən böyük soxuşu. Hə, yəni bizə əksinə bizdən gedirlər. Mən demirəm Barselona desin ki, Alvarez alsın. Ümumiyyətlə prosto Osimhenə o qədər pul verib. Yəni Barselonada Yox, əgər 150-yə ikisi də 150-yə sən ümumiyyətlə heç birini almasın. Getsin normaldan alsın, yəni başqa doktordan alsın. Çünki 150 bu il cəmi 180 milyon pul ayırıblar transferə yayda. Hər kim alasa olsa zaten indiki Lewandowski-dən yaxşı olacaq. O heç təbii ki, onda razıyam, amma yəni 180 milyon ayırmısansa bu demək sən cəmi 2 dənə oyunçu alasan. Lewandowski də bu il gedir. Rəsmiləşib. Xəbər çıxdı ki, ya Amerikaya ya da Ərəb ölkələrinə. Mılısıya gedir, Mılısıya. Gedəcək. Nə bilim görək. Çempion oldu getdi də. %100 Barcelona-dan %75 nəticə qazandı. Keçən il alınmamışdı dən La Liga. Yox, inişi. Şəsində deyir, %100. Məndə də Arsenal. Deyir Arsenalda və %100 də bu çempion olmalı. Deyirəm Arsenaldan bir şesti qalmışdı. Mırtajmenoda. Nəsə çempion. Bir də xırda dünya çempionatı barəsində fikrini öyrənmək istəyərdim. Hansı milliyə belə deyim, azarkeşlik edəcəksən, hansı milliyə simpatiyəni udmağını istəyirsən? Yəni İngiltərə? Yox. İngiltərə Declan Rice falan görə deyirsənsə, yəni bir oyunçunun azarkeş deyiləm, klub azarkeşəm. Yəni İngiltərə o deyil. Açığını danışaq, İngiltərə millisi o deyil. Yəni bu il məncə hər hansısa bir uğur qazana biləcək 2 milli var mənim fikrimcə. Bir Fransadır, bir də Almaniyadır. Əgər Almaniya o Alman maşını söhbətini doğru yəni o qədər bir İspaniyadan zəng gəldi. Üçüncü verilmiş və İspaniyanın adını çəkmədiyi İspaniyadan zəng gəldi. Yəni İspaniyada da prosto bir dənə tema vardı. Yəni Yamalın oynaya bilməməyi, düzdür 90% oynayacaq, amma oyun yəni olmaya da bilər. Olmasa zaten mən inanmıram İspaniya nəsə eləsin. Yəni Yamal olmasa. Yamalsız yox, Yamal. Amma olsa da karyerası baxımından biraz təhlükəli. Yox, Yamal düz. Mən ümumiyyətlə bu zədə temaların heç birinə inanmıram. Yəni büyümdən sonra oyunçunun özü yanımda olub, dostum, qardaşım olsaydı seçməzdim, inanmıram. Nə Mbappé'nin zədəsinə inanmıram, nə Arda Gülərin zədəsinə inanmıram, nə Yamalın zədəsinə inanmıram. Mənim üçün bu necə bir şeydir? Birinci zədədən Yamal oldu. Yamal onsuz da Çempionlar Liqası yəni oyunda İspanyolla yoxsa hansı oyunda gol vurdu, penaldan golunu vurdu. Onsuz da bilirdi ki, yəni şeyə oynamır, assistliyə oynamır, gol krallığını oynamır. Son golunu vurdu. Güya ki ayaq dartdım, gedim qaqa yatım Rooney Barziyə. Bunu keçən il Fatih üçün eləmişdi. Bilmirəm Barcelona Barcelona. Özünü zədəli göstərdi və oyunun 60-cı dəqiqəsində Fatihin oyuna saldı ki, biraz oynasın və özünə inam yığsın. Bu dəfə bunu Barzi üçün elədi. Barzinin oyunu salansın Denizdə göstərdi özünü və nə hikmətdirsə, bu hardan gəlirsə, Yamal zədədən üstün səhərsi günü Mbappé'nin Arda da gedəsi oldu. Çünki necə bir şeydir? Dedilər ki, El Clasico elədik ki, sonuçta güclər biraz bərabərləşsin. Çünki buranın Yamalın və Rafinyanın olmamağı və sənin Mbappé'nin, Arda Gülərin hamısının heyətdə olmağı gedir, çıxarır birinci oyuna. Birinci həftədə kim olur. Və gəldilər dedilər ki, onsuz da çempionatda həll olubdur. O da həll olub. Hər şey. Siz dünya çempionatında göz usulü. Mbappé axşamki Westerdən orada Fransa, İtaliya mırtdaşır, gəzir özü üçün. Arda Gülər reklama seçilir, məşqlərdə iştirak edir. Bizim Yamalda sağ olsun. Seydə nətər bu oyuncu nətər zədəldir ki, avtobusda tullanır, bayraq sallayır. TikTokda çəkir, mahnıyla video rəqs çəkir. Sağ olsun. Gündə bir qızı indi də Oliver Rodrigo'nun tullayırdı ki, qaqam bəlkə axşama nəsə ətbəhzad var. Yəni budur. Bunlar burası dünya çempionatı qabağı. Ayın 33 Çempionlar Liqası final, iyunun ortası başlayır da dünya çempionatı bildiyim qədərlə. Bir dakika, iyunun 14-üdür. Hə, iyunun 10-u, ayının 1-2-si hamısının zədəsi tam sağalmış çıxacaq. Yamal zədələndə deyirlər ki, 4 aylıq zədələndi. Heç nə. Sonra endi oldu 3 ay, sonra dedilər ki, 1 aylıq elə belə sadə zədəlir. Yəni mən inanmıram onlar zədəlidir. Sadəcə dünya çempionatı lazımdır. Amma məncə tarixin əgər ortada olan söz-söhbətlər ki, oyun faul qanunları, nə bilim oyunçusu 2 sarı vərəqə limiti bunlar yığışdırıb, bunlar olsa tarixin ən maraqsız dünya çempionatı kimi fikirləşirəm. Zaten belə də tarixin ən maraqsız dünya çempionatı olacaq. Amerika, səhər zalı 6, biletlərin qiymətləri ümumiyyətlə Yəni bir şey ki, Trump deyir ki, biletlərin qiyməti o qədər bahadır ki, mən oraya gedib baxa bilməyəcəm, evdə televizorda baxacağam, yəni. $1000. Trump inanmıram ya, çox futbola bax. Trump'ı finala çağıracaqlar ki, gəlib Diyansın millə bərabər kubok qaldırsın. Sonra da çıxması elədiyin kimi, hə. Belə, nəhayətdə da, yəni ya Almaniya deyirsən, ya da ki, Fransa deyirsən. Almaniyanın bu iki heyətindən nəsə gözləyirsənsə, hal oldusa.
Yəni mən Almaniyanın yerinə ya Yox, İspaniyanı- nəsə gözləmək söhbəti deyil. Sadəcə olaraq çünki Almaniyanın hücumçusu yoxdur. oyunçuların belə deyim, azarkeşlik edəcəksən dedi. Yəni ona görə. Gözləntim əsas gözləntim Fransadandır ki, bu il Fransa, yəni Fransa həmişə elədir də. Adamlar 4 dənə 11-liyi var heç. Və Deşamın çox bomba taktikası var. Al qabağa zırra qabağa, al topu zırra qabağa ki, Yəni Mbappé nəsə eləyəcəklər. Deşamı bu arada Real Madrid gətirmək istəyir. Bir şey kimi Mourinho falan gəlməsə Deşam'a əl uzadıblar. Zidane Fransaya, Deşam da gəlirsə Real Madrid. Deşam ümumiyyətlə yəni niyə gəlsin Reala? Adam ya Fransa Yığacaqlar Fransızlar bölünə. Vini göndərəcək, Mbappé dueni alacaq, Barcola alacaq. Mourinho daha yaxşı seçim olar. Çünki Deşamın klub təcrübəsi bir o qədər şey deyil ki, Real indiki Real Madridi gəlib düzəltmək biraz yəni çətindir. Mourinho hardasa mən inanıram ki, müəyyən nələrsə eləyəcək də. Mourinhoda o şey var. Yəni adam bir dəfə gəlib, yəni elə bir kadro idarə edib ki, Mourinho'nun özündə də biraz çılğınlıq falan. Yəni ümumiyyətlə Reallar məsələn sakit adam Alonso-ydu, Arbeloa hamısı sakit. Yəni o ona görə də belə deyim yedilər onu. Yəni heç qoymadılar ki nəsə olsun, amma ora bir çılğın adam lazımdır. Eqonu sındırmaq istəyir Perez sadəcə. Yəni mən belə fikirləşirəm. Həm də ki Mourinho da yəni təcrübə, yəni adam belə deyim də, kim ondan yaxşı kim gətirəcək hazır ki. Ondan yaxşı kim gətirməyəcək. Klopp idi, Klopp gəlmək istəmir. Yəni başqa kim Amma yəni Real da Kloppu saxlayacaq bir klub deyil. heç Real ona şans tanımır. Necə? Hə, yəni Reala lazımdır ki, qardaş gəldi mənim mövsüm. nəticə ver. Məsələn Kloppun baxırıq üzr istəyirəm. Deməli burada Borussia Dortmund dönəmi olsun, Liverpool dönəmi olsun. Yəni adam 3 ildən, 4 ildən sonra, 5 ildən sonra bir dənə çempionluq qazanıb. Yəni bunun Klopp zaten şeydir, yəni yığmalıdır. O yığmalıdır öz ətrafına. Kloppun Dortmunda Liverpoola gələndə olan situasiya ilə Realın indiki vəziyyəti eyni deyil. Yəni o gəldi Liverpoolda, Dortmundda sıfırdan belə deyim kadro yığdı. Yəni amma indi Real Madrid elədir ki, kadro var. Sadəcə olaraq o onu belə deyim səhmana salmaq lazımdır. Həmin dövrdə yəni Liverpoolun çöküş dönəmi idi. Onda gəldi. Yəni 4-5 il o gələndə də dedi ki, mənə 4-5 il vaxt ver. Amma düşün ki, indi Real Madridin bu cür heyəti var. Gəlmirsən, qardaş mənə 5 il ver. Ya sənə 5 il orada heç kim verməyəcək. Yəni 2032-də sən nə var bir dənə kubok qalacaq. Yəni o səni tanımayacaqlar. Alonso kimi bir baş məşqçi, səhv eləmirəmsə, ən yaxşı nəticə göstərən baş məşqçilərdən biri idi. İlk 3-lükdənmi, ilk 5-lükdənmi? Yəni Qələbə sayına görə, oyun qələbə sayına görə. yəni şey uduzmuş, Atletico Madrid. Həm bu baş məşqçini qovan bir klub, yəni Kloppa 5 il heç vaxt şans tanımaz, heç 1 il şans tanımaz. Yəni Mourinho da dediyim kimi ona görə gətirir ki, Mourinho klubu tanıyır. Yəni Fuad demiş, Mourinho klubu tanıyır, Mourinho bilir nə ağaracaq. Sadəcə bir problem olacaq. Mourinho görüm Perez Mourinho dediklərindən razılaşacaqmı? Əsas məsələ odur. Çünki mən inanmıram ki, Mourinho, Vinicius, Mbappé, Bellingham bu üçünün hər üçünün egosundan yəni belə deyək də əlləşməyə vaxt olacaq. Gəlib Perezə deyəcək ki, qurban sənə də. Yəni bu 3 dənə şeydən bədbəxtdən birini göndərir. Yəqin ki, Vinicius göndərmə ehtimalı var. Bellingham da məndən olsun Realdan getməlidir. Çox bomba oyuncudur. Amma yəni Real əgər bu vəziyyətdə davam edirsə, Bellingham gəlib özünə başqa bir adam bulası kimi gedib karyera qursun. Və Viniciusla Mbappédən hər hansısa biri bir neçə il öncə, yəni yaxın keçmişdə olan kimi Ronaldo Benzema məsələsi olmalıdır. Hə, yəni bu necə ki Benzema öz karyerasını Ronaldo üçün, klub üçün qurban verdi. Ondan sonra demək olar ki, karyerasını bitirənə yaxın getdi Ballon d'Or götürdü. Fərqlidir. Çünki Benzema zaten və Ronaldo ikisi də çox cavan yaşda idilər. Və zaten Benzema bilirdi ki, Ronaldo səviyyəsində deyil. Amma Vinicius Mbappé'də tamam fərqli bir şeylərdir. Mbappé çox super oyunçudur, Vinicius qəşəng oyunçudur. Yəni və hər ikisi demək olar eyni leveldədirlər. Və Vinicius niyə şey eləmək istəmir? Çünki Vinicius deyir ki, mən burada Çempionlar Liqasını qazandırmış adamam bu kluba. Nə qədər seçəcəkdə Liverpoolun məsələn finalı Viniciusun qolundan oldular və o şeyi yedizdirmək istəmir Mbappé'yə. Mən Perezin yerində olsaydım Viniciusu qovardım. Mbappé'ni saxlayıb Viniciusu qovardım. Yəni çünki insanın motivasiyası, mental gücü yoxdur. Psixolojik olaraq mentalı yoxdur bu insan, sağlam deyil. Yəni adi bir irqçi bir oradan şüar səsləndirsinlər, adam oturub ağlayacaq. Alonso'nun qucağında ağlayacaq o bir ara.
yayla. Almost elə olur. Yəni nə Ya bir ara söhbət çıxıb, bilmirəm düzdür yoxsa yox. Vinicius'a biraz xəbərçi kimi baxırlar. Real Madrid Klasikodan söz çatdırıb gətirəndə indi bilmirəm nə məsələdir. Vinicius, Tchouaméni ortaqda səslənir, deyirsən Valverde ilə aralarında da söhbət elə olub. Ümumiyyətlə deyilənə görə komandan göndərmək istəyirlər. Şeyə görə ki, Valverde'nin otoriteriyası da o şeyi çoxdur deyənə deyirlər ki, çox şeydir, Amma bizə problem Valverde'nin yaradır. qrupdan göndərilməsi yanlış bir seçim o. Hazırki vəziyyətdə ümumiyyətlə çünki Realın indiki heyətinə baxırsan ki, yəni komandada qala biləcək bir-iki adam varsa, onun biri Valverde'dir. Yəni orta xətti daşıyan bir oyunçudur yəni bu. Sən onu yollayıb nə edəcəksən? Yolladın sonra. Fikri odur, deyilənə görə ki, çünki Vinicius falan Valverde'nin qalmağını istəmir, amma indi görək nə dərəcə. Amma yəni yenə deyirəm, Mourinho gəlsə, məncə Mourinho səhvi edib Valverde'ni yollamaz. Məncə əksinə Mourinho Vinicius yollayar. Çünki Mourinho'ya Valverde tipli, universal və döyüşkən oyuncular daha çox. Vinicius Vinicius'da məsələ, indi mən Real azarkeşlər razılaşır, xarakter məsələsidir. İndi deyirsən, bir Çempionlar Liqası həmin oyuna qalmış olsa, həmin oyunu Courtois aldı. O heç amma Yəni finalda Courtois olmasaydı, o qədər sən bir dənə qol vurdun, amma Courtois 45 dənə top çıxartdı qala. Yəni sırf o şeyə görə qalırsa da, bir onda Courtois amma adam çıxır, oyununu da oynayır, belə yaxşı mənada da şey də yoxdur. Amma xarakter məsəl baxırsan Vinicius hər oyun nəsə bir şey çıxır da az qala. Yəni bu Real 15 göstərirdi bizim azarkeşlər. Yəni məsələn mənasız bir şeydir. Yəni 15 dənə saat birincisi 12-sini sən almısan, birini almısan. Mən azarkeşəm, yəni bu çox mənim dəxlisiz bir şeydir da. Barsa uduzmuşuq. Durum mən 15. Yəni bunu mən həmişə şeydə də deyirəm. Yox, Qalatasaray Fənərdə də şey deyirlər ki, bizim UEFA kuboku. Deyirəm, yəni onun bura heç bir dəxli yoxdur da. Yəni ola bilərsən almısan hansısa bir nə olsun ki, yəni nə edək? Yox, təbii ki, onun dəxlisi yoxdur. Yəni 15 dəfə almısan. Ona qalsa Nottingham Forest-ın da var. Yəni bir şey keç. Yəni zarafatsız Nottingham'in Çempionlar Liqası var. Yəni o demək deyil ki, Nottingham bu dəqiqə məsələn də Top 5-in ilk 5-liyindən. Şey klubdur. Yəni bu belə bir şey deyil. Və sən Barsaya uduzursansa və sən stadionda döyüşməyə əvəzinə, oyun göstərməyə əvəzinə, sən qapıya hücumçusan, yəni wingersən də, sənin qapıya sonuçta oyun boyu bir 3 zərbən olmalıdır. Sənin oyun boyu qapıya 1 zərbən var idi, o da qapıya zərbə deyildi, pas atmışdı bu qapıya. Və sən oturmusan ancaq 15 göstərəcəksən, bax hakimlə dalaşacaqsan, oyunçularla dalaşacaqsan, gedir orada Qavi ilə dalaşır, burada Kubaysınla. Yəni bir oyundan sonra hamısını təbrik edib çıxdı getdi. Yəni bu yenə deyirəm, sən onu o vaxt eləyərsən ki, Çempionlar Liqasında qarşılaşırsan Barselona ilə, hə onda deyək ki, nəsə. Hə, yəni hərbi Çempionlar Liqası. La Liga oyununda 15 hə neyə? Yaxşı sonra. Sən almısan 15 dənə. Biri düşür, Vinicius, ikisi. İkisi səhv eləmirəmsə. Düşə bilər, yəni o Yəni heyətdə ikisi iki dəfə alıb da, yəni heyətdə. Zidanın oğlunun 3 dənə Çempionlar Liqası var deyirsən. Neyə? Adam 3-cü qapısı kimi gedib 3 dənə kubok qazanır. Yəni onun nə dəxli var ki bu söhbətə? Yəni mən onu deyirəm da, məsələn 5 dənə çempion, Realda oynayır, Kroosdur, Modricdir, bunların 4-5 dənə Çempionlar Liqası olub. Bunlar heç vaxt belə bir hərəkət eləməyib da, yəni xarakter məsələsi var. Disiplin söhbət var. Yəni Kroos, Modriclə, yəni Vinini eyni bir tərəzinin gözünə qoymaq belə, yəni məntiqsizdir. Çox çılğın olur, amma Vini də bu həddindən artıq çox çılğınlıq başqa, o yəni. Yox, indi məsələn Braziliyalıları indi görmüşdün. Yəni mən Braziliyalılar içində həqiqətən, yəni hər kəsin hörmət elədiyim, yəni təklik oyunçular olub. Biri məsələn Ronaldinhodur, hansı ki rəqiblər belə hörmət edib. Yəni köhnə Pakoleniyanın oyunçularına hamı hörmət edirdi. Ronaldo. Məsələn Roberto Carlosdur, Ronaldo Nazaryodur, Alex de Souza-dur, Ronaldosudur, Hernani. Neymar belə, Ronaldinhodur. Hə, Neymar belədir. Ən belə bu dövr bakı Neymar idi, hansı ki yıxılırdı, nə bilim başlayırdı, oyunçularla dalaşırdı, azarkeşlərlə biraz arada söz çəkirdi. Neymar bu qədər deyildi. O, yəni bu çempionatdan o qədər Braziliyalı keçib. Yəni ən belə irqçiliyi görən Daniel Alves olub. O belə bu dərəcə şey eləmirdi. Bu Vinicius qalmışıq bir dənə dümbələyən əlində etmiş. Deyir bu uşağın böyüyüb nələr olacağını düşünəndə böyüdü deyə başımıza oynatır. Heç nə qardaş, sən də Arsenalova təbrik nədir? İndidən təbrik eləmək olur. Nə oldu? Təsəvvürlə olur da inşallah. Tək ki sən istəyən olsun. Uğurlar arzulayıram. 20 il sonra
finala çıxdınız və 1955-ci ildən nə vaxtdan 56-dan keçirildi Çempionlar Liqası. 55-dən. Çığlı adından yoxsa oxşu? Ümumiyyətlə də 55 Allah. Ondan bu tərəfi ilk kubokunuz olar inşallah Çempionlar Liqasında. Sizin də adınız o sıralamada olar. Necə ki Chelsea-də var. Bir dənə qalır deyəsən bədbəxt Tottenham. Zaten ümumiyyətlə yəni klubu yoxdur, o klub nə üçün var, yəni özləri verə bilmirlər, yəni. Ümumiyyətlə bu illərin hələ çempionatda qalsalar böyük şeydir. Məncə qalarlar da. İnanmıram ki Tottenham. Leeds United o gündən bildir. Yəni and içiblər ki, axıra qədər də 37, 38, 37, 38 belə gedəcəklər də. Görürəm. Yaxşı bir dənə sonda söz soruşum. PSG ilə oyuna bir dənə hesab təxminindən görə nə deyirsən? PSG ilə oyuna hesab təxmini. Aha. Məncə oyun uzatmalara gedəcək, hissə bitəcək deyə düşünürəm. Elə bir hiss var. Amma yəni yenə deyirəm bu heyətdən asılıdır. Ola bilər 1-1, 2-2 bu kimi bir hesab gözləyirəm. Yəni mən belə fikirləşirəm ki, Inter biabırçılıq olmayacaq. Yəni ən azından o mərkəz müdafiəçiləri və David Raya, Declan Rice, yəni bu dörtlünün hesabına o biabırçılıq olacağını gözləmirəm. Yəni heç gözləmirəm. İnşallah qardaş, nə deyək? Məncə 3-1 Paris udacaq. Səncə? Mən keçən ilin çığlısını nəzərə alsaq 5-0. Bu düşünmürəm ki, o dərəcə qol vurulacaq və oyun 20:00-dadır. Belə səhərin gözü açılmamış, yəni axşam olmamış oyun oynayacaqlar Budapeştdə olduğuna görə. Oyun axşamı saatına salınmayıb gecə. Macaristan uşaqlarına qurulmuş. Hə, bizim saatla 20:00-dadır bildiyim qədərilə oyun və bu da Budapeşt saatından gün ortaya düşür deyəsən. Yox, bizdən onlar 2 saat arxaya və yaxud da qabağa adlanırsa. 6-ya düşür. Hə, Budapeşt. Əgər bizim saatla 20:00-dadırsa, mən bildiyim qədərilə elədir. Bizim saatla 20:00-dadır, oyun 6-dadır. Yəqin ki, uzadacaqlar axşama qədər. Sözünə dəstək. Uzatma, 11 metrlik cərimə zərbələri. Amma ya belə əslində real danışsam, əgər həqiqətən istədiyim hesabı desəm, mən istəyirəm ki, PSG-nin azı bir 4 top vursun. Və 0-la. Arsenal qol vurmalı. Vursa da Declan Rice. Mən dəstəkləyirəm Arsenal. Arsenal bu il çempion olsun. İnşallah Arsenal bütün gücümüz. Arsenal mujik. Mən Arsenal'dan xətrinə bunu istəmirəm. İstəmirəm siz Arteta'nın yəni o cəhət bu zibilini görəsiz yəni. O cəhətdən məsələn mən də istəmirəm. Yəni Arteta klub tamam, klubu pis vəziyyətdən götürüb hansısa bir yerə aparıb 8-ci, 9-cu yerə oynayan bir klubu gətirib. Hə, yəni bilir də proqres deyəcək 6 ildə. Yəni ən azından hər hansısa belə deyək də müəyyən qədər nəsə yaradıb. Yaratmaq istəyib, istədiyini əldə eləyə bilmir. Yəni hal-hazırda özü də bilmir nə edir. Yəni bu insan heç nə bilmədiyini, nə istədiyini bilmədiyini zaten bütün oyunlara eyni paltarla çıxdığından da bəllidir ki. Yəni bu insan hansı oyuna baxırsan ancaq eyni şalvar, eyni kofta, yəni ona görə məsələn mən də istəmirəm. Amma bir azarkeş kimi kubok ki, yəni bu artıq dayan bu həsrət qocalıram mən. Abi arada mən də o Arsenal zaçış var, İlqar. Arada onda girib baxanda həqiqətən istəyirəm ki, Arsenal kuboku tutsun. Rahatlaşsınlar da o çəkdiyi stressləri, onların o şeyini o gündən biz half edəyik. Deməli West Ham'dan Arsenal'da. Arsenal fan klubunun uşaqları da orada idilər, gəlmişlər, orada oyuna baxırdılar. West Ham'dan da buradan Vuzella'ya bizim verilişdə ikinci dəfə salam Samir Ramazanova. O da oradaydı. Bir yerdə baxırdılar oyuna. Yəni düzdür, mən istəmirdim Arsenal olsun. Hətta 90-cı dəqiqədə West Ham qol vuranda Barçanın şeyində oturmuşduq. Biz fan klubu oyununu hazırlaşırdıq El Clasico'ya. Elə sevindim. Sonra gördüm hakimlər saymadı. Amma bir söz soruşacağam. Həmin qoldan neçə dənə vurmusunuz bu il? West Ham'in sizə vurub sayılmadığı qoldan siz bu il neçə dənə vurmusunuz? United söhbətinə gələcəksə, United'a vurulan qol tamam fərqlidir. Yəni burada belə deyim. Tək United deyil axı. Bax, belə bir şey deyim da mən indi. Künc zərbələri Arsenal Çempionlar Liqasına vura bilmir. Hə, yəni çünki ancaq çempionatda imkan verirlər. Yəni o sərtlik, İngiltərədə olan sərtlik bəllidir. Yəni Avropada o sərtlik yoxdur. İkinci tərəfdən gələndə orada David Raya'nın qapıçıya müdaxilə var. Oyuncu konkret olaraq David Raya'nın əlindən tutub aşağı çəkir. Yəni yox, bildiyim, mənə görə də bu cərimədir.
Okey. Amma bunun eyniləri çoxdur. Hansı ki Arsenal deyib. Mən ona görə bizim uşaqlarla da danışanda demişdim ki, yəni okey, cərimədir bu. Futbol qayda qanununa əsasən cərimədir. Qapıçı meydasında qapıçıya toxunmusan, qalxmağa qoymamısan, okey. Amma yəni indi Vuzella'da Samir 4 dənə bir video göstərmişdi. Burada indi mən video göstərəmirəm, amma yəni bu var. Hansı ki mən Arsenal oyunacağında baxanda görmüşdüm ki, neçə belə epizodlar var ki, Arsenal da zaten bu tərzdə vurub. Okey, bəlkə də sərtlik o qədər deyildi. Amma buna yaxın idi. Hansı ki o da cərimə sayılardı. Yəni normal bunu Çempionlar Liqasında eləsən, cərimədir, orada da eləsən. Türkiyədə və yaxud da nə bilim Mozambikdə bu kimi liqalarda ki, yəni bunu verə bilərlər ki, hər hansı, amma dediyim kimi İngiltərə sərtliyi sevir. Yəni orada elə bir epizodlar olur ki, ümumiyyətlə saxlamırlar oyunları. Ki davam elətdirirlər. Hə. Yəni amma o epizod kimi bir epizod vurulubsa əgər, yəni oynayım mən də gedim baxım. Mənə də gəlir ki, yoxdur. İmin həmən sərtlikdə bir qol yoxdur. Yəni bunu eləyən daha çox Salibadır. Yəni açığını danışsaq, Saliba qapıcıya mane olur. Gabriel ya pas verir. Yox, yəni o dərəcədə də yox. Yenə də uğurlar sizə. Arsenala uğurlar arzulayıram, amma bu illərim arzulamıram. Arteta sən get ondan sonra arzulayıram. PSG-dən də qələbə gözləyirəm. Ümid edirəm City də çempionluğu ələ alar və çempion olar. Görək nə olur. Biz də çempion olduq. Buradan bütün Barça zarkeşlərini sözüm qarşı təbrik edirəm. Bu ildə sizi kuboksuz qoyduq 2 il dalvada. Ümid edirəm gələn bir nəsə qazanarsın. Bizim o qədər kubok var ki. Sayı hesab. Yox, mən 15 demirəm, amma yəni burada məncə yerinə düşər də, La Liqada bizdə çoxdur. Gəlin çatın, 7 dənə var elə, gəlin çatın. Amma El Clasico'nun sayı bərabərləşdi, 106. Olsun da, gələn olsa yenə udacağıq, gəlib çatacaq. Yəni bu müvəqqəti olan bir şey. Əsas odur, yəni özümüz... Ən son o gələn il deyə 5-ci ildir ki, artıq çempionluğu gözləyirəm, 2-ci yerlə qurtarmağı gözləyirik, görürük yəni. Məncə bu il Arsenal, gələn ildə inşallah Fenerbahçe. Yəni bu növbəti ildə Neftçi olar. Neftçi olub da, Neftçi təzə olub da, gözlə bunlar... Hə, qoy biraz geçsin. Neftçi bir 10 il geçsin, bir 10 il, 20 il belə də bu etapla getməlidir. İnşallah ondan sonra İtaliya dünya çempionatına gedər. Yəni bu ardıcıllıqla görək başımıza nə iş gəlir. Neysə, sonda nəsə ürək sözlərindən falan belə azarkeşlərimizə. Hikmətli sözlərdən görək. Arsenalı fanlarına belə nə deyə bilərəm? Səbir arzulayıram. Hə, yəni səbir arzulayıram demək yox. Sadəcə qaliblər müzakirə olunmur, amma biz müzakirə edə bilərik. Yəni biz bir klubun azarkeşiyiksə öz aramızda müzakirə. Hə, mühakimə və yaxud da müzakirə. Nəysə. Bu il PL və ÇL götürərik bu ümiddən. Belə deyək də verişi sonlandıraq. Bu gün də City-nin xal itirməsini gözləyək. Yəni bu veriliş çəkilən günü yəqin başqa baxıyan olacaq. Görək nə olacaq. Axşam görüb baxacaq. Heç nə qardaş, sizə uğurlar. İnşallah növbəti verilir. Çox sağ ol dəvətimizi qəbul edib gəldiyiniz üçün. Növbəti verilişlərdə səni bir daha görmək ümidi ilə. Çempion olandan sonra bəlkə çağırdı. İlqarla Najim İlqar da səndə ikisi bir yerdə çağırıb. Arsenal çempion oldu. Ayın 24-ü, son oyun 24-üdür. 18-də rəsmiləşə bilər. Yəni buradan bir dənə City-nin xal itirməsi lazımdır bizim üçün. Ki 18-i bölündülər, rəsmiləşdirək. Çox sağ olun izlədiyiniz üçün. Öpürük sizləri. Futbolla qalın həmişə. Bizdə qalın. Gələn verilişlərdə yenidən görüşərik. Yenə də gəldik Fuad bəylə. Bir dənə də qonaq gətirdik. Ağzımıza gələni danışdıq. Sağ olun hələlik. Sağ olun. Oldu. Davay, sağ ol qardaş. Allah köməkdə olsun.